Sənin boyun neçədir? Mənim 1.58. Amma hamıya yuvarlaqlaşdırıb 1.60 deyirəm. Aramızda qalsın. İlk gedirəm dərziyə. Burada 10 dənə şalvar var. What? Birinci belə şəkər. Butter yellow. Şalvar almışam, palazzo şalvardır. Daha sonra belə bir cins almışam. Normalda cinslərin ayağı uzun olanda özüm kəsəm və elə geyinirəm. Amma düşündüm ki, bir dənə də nə olar ki, ayağı tikilmiş bir cinsim olsun. Dərzdən gələndən sonra bir yerdə yoxlayacaq hamısını. Yaya hazırlıq olaraq bir dənə də ağ şalvar almışam. Oh my god. O qədər qəşəngdir ki, heç iç göstərmir, təsəvvür edirsiniz. Sonra idman üçün belə bir İspanyol paça bir tayt almışam. Yenə belə bir eyni formada tayt almışam, amma bunun kənarlarında cibləri falan var. Bu boz şalvarda məndə 3 dənə var. Yəni bu üçüncüsüdür. 34-ünü almışdım arıq olanda. 47 kilo falan idim. 52 kilo olanda 36 razmerini aldım. 56-57 kiloyam. 38 razmerini aldım. Amma bu da çox boş oldu. Daha sonra belə vizon rəngində, qərişli bir rəngdə yəni şalvar almışam. O qədər yekə görsə bu da baxır. Niyə gedib belə yekə almışam bilmirəm. Həqiqətən çox yekədir. Baxın bir dənə. Yəni belim buradan başlayır, bu burada. Daha sonracığıma bir dənə də belə yekə şalvar almışam. Bu yekə şalvar da həqiqətən əynimə yekədir. Amma öz modeli də yekədir. Ot biçməyin vaxtıdır. Və son olaraq bir dənə də belə İspanyol paça tayt almışam. Mən həqiqətən İspanyol paça taytları çox sevdiyimin fərqinə vardım bu alışverişdən sonra. Ümumiyyətlə, Türkiyədə peşə işlərinin qiyməti dəhşətli dərəcədə yüksəkdir. İstər dırnaq düzəltdirmək olsun, saç kəstirmək, dərzi, hər şey, yəni bildiyiniz hər şey çox bahadır. Ona görə düşünürəm ki, bir 3-5 dənə şalvarın qiyməti qədər də dərzi pul alacaq. Azərbaycanda 2 ya da 3 manatdan kəstirirdim. Evin yanında bir dərzi xala var idi. 15 dəfə də çox sağ ol deyirdi. Görəsən aparım Bakıda kəstirib gəlir. Mən getdim aşklarım. Bye su.